Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bugün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də cənnət əhli həmin gün nemətlər içində keyf çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhimli Rəbb onlara salam deyəcək. Bugün möminlərdən ayrılın, ey günahkarlar! Ey Adəm övladları! Məyər mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin? O sizin açıq-aydın düşməninizdir. Mənə ibadət edin. Doğru yol budur. Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məyər dərk etmirdiniz? Bu, sizə vəd edilmiş cəhənnəmdir. Kafir olduğunuza görə bugün orada yanın. Bugün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri bizimlə danışar. Ayaqları da şəhadət verər.